Allaha and olsun, mən bilmirəm kim necədir. Günah barədə məni Quranda ən çox qorxudan ayə bu ayədir. Məni şəxsən Quranda günah barədə qorxudan, ən çox qorxudan ayə bu ayədir. Qoyun oxuyayım sizin üçün və sözümü bitirim. Buyurur ki, ثُمَّ كَانَ عَاقِبَةُ الَّذ۪ينَ أَسَاءُ السُّوء أَنْ كَذَّبُوا بِآيَاتِ اللّٰهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ. Buyurur ki, o adamlar ki, günah elədilər, pis iş gördülər, günahları təkrar elədilər, onların aqibəti gəldi belə oldu ki, onlar Allahı dandılar və Allahın ayələrini ələ saldılar. Deməli, bunlar əvvəldən inanırdılar. Allah göstərməsin, adam görür ki, dünən müqəddəs bildiyi şeyi bugün ələ salır. Mən görmüşəm. Dünən etiqat bəslədiyi şeyi, canı verəm, indi ələ salır, təksib edir. Quran bildir ki, bir adam ne üçün kafir olur? Xanım Zeynəb bunu Yezdin məclisində oxudu bu surəni, bu ayəni. Dedi ki, pis iş görənlərin aqibəti axırda bununla nəticələnir ki, Allahın ayələrini inkar edirlər. Dünən inandığını bugün danmağa başlayır. Bugünə nə qoyur adamı günah və günaha etinasızlıq? Sən demə, mən bugün möminəm. Heç kəs bilmir burada oturanlar ki, axırı nə olacaq? Heç kəs bilmir. Axırı necə olacaq? Heç kəs bilmir ki, küçədə gəzən o günahkar var, ona yuxarıdan aşağı baxırıq, onun axırı nə olacaq? Çox olur ki, o gəlir Allahın yoluna, hətta gedir şəhidlik zirvəsinə qalxır. Mən ki, bugün neçə ildir danışıram, axırda danıram Allahı və kafir kimi ölürəm, Allah göstərməsin. Bu olur. Və buna səbəb nə olur? Buna səbəb günah olur.